Hoş geldiniz Sayın Başkanım. Hoş oğlum. Tebrik ederim bayramınızı sabah. Tebrik ederim. Yok size maşallah. Tebrik ederim. Kızlarınız olması güzel siz okuyun. Sağ olun. Tebrik ederim. Sağ olun. Nice? Ayaz. Sağ olun. Neçə yaşın var Ayaz? Ayaz'ın neçə yaşı var? 3. Sən nə yaxşı gündür bu oğlansan. Mən elə bildim 5 yaşın var sənin. Maşallah. Gedək götür. Oyuncaklarımız var ya, yaşlıyız. Şükür, her şey yapıyor. Allah sizden razı olsun. Allah şehitlerimize rahmet eylesin. Gazilerimize sana sağ olun biz. Allah sizi bizim üstümüzden eksik eylesin. Sağ olun. Çok sağ olun. Bayram arifesinde bulmak Karabağ'da Allah yaşamak. kömeğiniz Tebrik ederim. Çok sağ olun. Çok sağ olun. Şadır'ın da harda yaşamışsın. Acebed'de. Adem. Neçe gündür? 3-4 Bir neçə ailədə valideynlərdə qonşu evlər seçimlər onlar gətir. Yatarsın. Kırmızı kamaz. Kırmızı kamaz olacak. Allah sizden razı olsun. Allah sizin Sağ olun. Sağ olun. Çok sağ olun. Gele göstereyim bizim maşını. Bir sen Sen başına bakma. binmek. Başına bakırsan. Gel bakalım. Gedək. Gedək. Bağlayacak. Ona. Ha. Gel. Otur. Otur görək. Aha. Bize hoşuma gelir bu maşın. Yaxşı maşındır. Bu yaxşıdır yoxsa kamaz yaxşıdır? Kamaz. Sən kamaz gözlərin. Səni gələcəm səni. Ay. Sağ olun. Sağ olun. Babana dökürsən. Sağ ol. Yine Gözdə sağ ol kamaz. baba. Ha? Yine sağ ol baba. Ben sen başını istiyorum. Ben istəsən yaxşı. Sağ olun. Təbrik Sağ olun. edirəm. Sağ olun. Sağ olun. Allah Sağ olun, razı olsun. sağ olun. Sağ olun. Bayram mübarek. Sağ olun. Bayram. Bayram mübarek. Tebrik ederiz. Sağ olun. Çok sağ olun. Bayram mübarek. Sağ olun. Bayram mübarek. Bayram mübarek. Sağ olun. Salam, hoş geldiniz. Tamam. Yine başınıza nasıl ediyorsunuz Allah. Allah size değmesin. Sağ olun. Allah size uzun ömür versin. Can sağlığı. Evet, can sağlığı. Bayram mübarek. Hoş geldin. Eraman abi. Hoş geldiniz. Bayramınız. Sağ olun. Salam. Tebrik ederim. Çok sağ olun. Sağ olun. Çok güzel. Neçə gün vermiş? 4 gündür buradasın. Ev şəraiti necədir? Var. Bu kənddə bütün şərait var. Şükür Yaşamaq, işləmək. Əsas odur ki, doğma Qarabağ torpağına qayıtmısınız. Bu qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Həm Ramazan, həm Novruz bayramını burada doğma Qarabağ diyarında qeyd edəcəksiniz. Çok büyük xoşbəxtlikdir. Sağ olun. Uzun fasilədən sonra artıq bu bayramları doğma vətəndə qeyd edəcəksiniz.
Çok sağ olun. Allah sizə ömür versin. Allah ömür versin. İşğal dövründə harda yerləşmişdiniz? Xocavənd qəsəbəsində. Dövlət tərəfindən Bəli, sizin sayğanızda tikilmiş binalar. Oğruz Tonqalı da burada da gelir. Birlikdə alovlandırar. Sizin sayenizde. Allah size can sağlığı versin. Allah şehitlerimize, Allah rəhmət eləsin. gazilerimize can sağlığı, size de uzun ömür. Sağ olun. Her zaman bu halkın başının üstünde olasınız. Cənab Prezident, biz 92-93-cü ildə biz buradan ağlayaraq, sürünərək getmişik. Sizin sayənizdə, sizin rəhbərinizin altında, ondan sonra sizin dəmir yumruğunuzun altında, ordumuzun gücündə, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı. Sizə çox təşəkkür edirik. Bu günlərim mən tək getmişdim, 6 uşağı götürüb özümlə gəlmişəm bura. Allah sizə can sağlığı, uzun ömür versin, cənab Prezident. Çox sağ ol, sağ olun. Oradan da böyük xoşbəxtlikdir. Artıq 2 ildir ki, bu diyar işğalçılardan azad edildi. Xanoba kəndi 23-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir. Və bundan sonra da artıq bərpa işləri də başlanmışdır. Bütün evlər yenidən tikildi, quruldu. Bütün şərait yaradıldı. Yəni bu şanlı zəfərimiz artıq bizim qürur mənbəyimizdir, neçə ildir. Mən 6-cı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. İkinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz Tonqalında Qarabağda qalıyırıq birlikdə. Böyük xoşbəxtlikdir. Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərdik. Bunun nəticəsində bugün biz bu torpaqlardayıq. Və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdur. Yəni, bütün kənd, qəsəbə, şəhər hamısını dağıtmışdır. Burada bir neçə daxma tipli ev qalmışdır. Amma indi baxın, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, nə gün gəldi. Yerlə yeksan etmişdir. İndi bir balaca Laçında, Kəlbəcərdə qanunsuz o xaricdən gələn erməniləri məskunlaşdırmışdılar. Orada bərbad vəziyyətdir. Yəni, hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində indi Qarabağ Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır. Çalışır, təhsil alır. Və demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər böyük qayıdış proqramı çərçivəsində öz doğma diyarına qayıdırlar. Siz də artıq 3-4 gündür ki, buradasınız. Yəni, yerləşmişsiniz, hər şey yaxşıdır. Uşaqlar da gəlib, 6 uşaqlı qəhrəman Neçə uşaqlı? 6 qəhrəman anadır, üzr istəyirəm, Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərir. Gərək əhali artsın.
Mütləq. Allah köməyiniz Düzdür, olsun. bugün də artır, amma daha da sürətlə arta bilər. Biz sizinlə fəxr edirik. Evet. Dövlətimizlə fəxr edirik. Sağ ol. Sağ olun. Bir daha təbrik edirəm sizi. Çox sağ olun. Xoşbəxt yaşayın. Artıq sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində indi qrup yaratmaq dövrüdür. Ona görə kənddə də bütün şərait var. İndi məşğulluqla bağlı da imkanlar var. Həm dövlət, həm də ki, özəl sahədə, özəl əkin sahələri var. Bəli, Örüş tərəf- sahələri, su var. Yəni bütün işıq, Gözəl havası qaz, var. havası, kurortda yaşayırsınız. Layiqsiniz. İndi havanın fərqini görürsünüz. Güzel havası var. Hava tertemiz. Hava, su, yəni insanın sağlamlığı üçün əsas şərtlərdən biridirlər. Siz harada yaşamısınız işğal dövründə? Xocavənd rayonu qəsəbədə. Yəni indi bu doğma Qarabağ torpağında biz əbədi Azərbaycan hər yaşayacağıq. tərəfi bizim torpağımızda, amma buralar bizim dədə-baba yurdumuzdur. Ona görə də buralara biz gəlməliydik. Düzdür. Gəlməliydik, Mütləq gəldik və Allah sizdən qalib xalq kimi qayıtdıq. Bir daha təbrik edirəm. Sağ olun. Var olun. Cənab prezident, biz də çək-çəkmək olar. Harada yaşamısınız işğal dövründə? Biz Füzuli rayonu Yuxarı Veysəli kəndindən. Yuxarı Veysəlli. Bəli, Ha. hava- Bu düz Şikamas xəttindən yaxın. Cənab prezident, bu yalın o küzündədir. Aşağı Veysəlli o anklav idi. Bəli, bəli, o neytral Neytral idi. Bu aşağı Veysəldən gəlib baxırdıq, buralara həsrətlə baxırdıq. Mən 7 yaşım var idi buradan çıxanda. Deyirdim ki, görəm bu dağlara biz gedə biləcəyik. Sizin sayənizdə, şəhidlərin sayəsində biz gəldik. Bu günlərin biz burada O Füzuli rayonunun Xocavənd ərazisində bir anklav kəndi. bəli, bəli, aşağı Veysəlli neytral idi. Çox sağ olun. Təşəkkür ederim. Sağ ol, bəli, bəli. Gəlin. Sağ olun. Sağ olun. Sağ ol, can sağ ol. Neriman, sən də gəl, bizlə şəkil çəkdir. Gəlin, gəlin. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Sağ olun. Bəli, gəl, bəli, bəli. Nə olmalı? Allah sizə de. Universitet arkadaşlar. Bəli, Falan da. Allah köməyiniz olsun. 4'ü kız 2'si oğlan. Çok sağ olun kadar. Allah sizinkilərə değmesin. Sağ olun. Çok sağ olun. Bu çəkmə. Sağ olun. Biraz olar derasın. Bəli, bəli, gəlin. Keçirmə də alan var. Sağ olun. Sağ olun. Sizden sağ olun.